Əziz dostlar, hamını salamlayıram. Bakıdan növbəti videomu Bakı bulvarından, dənizkənarı parkdan çəkirəm. Bugün Azərbaycan xalqı üçün, Azərbaycan dövləti üçün çox əhəmiyyətli bir gündür, bayram günüdür. 28 may Azərbaycan müstəqillik günü kimi qeyd olunur və Azərbaycan 28 mayda öz müstəqilliyini təmin etmişdir. Uzun illərdir bu gün bayram kimi qeyd olunur və mən bugün gəlmişəm bayraq meydanına. Baxın, Azərbaycan dövlət bayrağı meydanı. Həm də bura dənizkənarı parkdır. İndi bu ərazidən gözəl video çəkəcəm, gözəl məlumatlarla sizin görüşünüzə gəlmişəm. Baxın, öncə bura baxaq. Buradan Bakı şəhəri çox gözəl görsənir. Bulvar da burada, Bakı bulvarı burada bitir. Orada artıq Kristal Hall'un binasıdır və bu ərazilər çox gözəldir. Bulvarın əsas hissəsi qarşıda qalır. Dəniz moldu yeni açılmış, şeytan çarxıdır, alov güllələridir. Dağüstü park oradadır, telegüllənin binası və s. görməli yerlərimiz və ən sonda rekordlar Guinnessinə düşmüş Azərbaycan dövlət bayrağı. İndi mən yavaş-yavaş bayrağa tərəf gedəcəm və öncə müstəqillik günü haqqında danışıb, sonra bayraq haqqında danışarıq inşallah. Deməli, müstəqillik günümüz necə əldə olunmuşdur, müstəqilliyimiz necə əldə olunmuşdur. 1917-ci ildə artıq Çar hökuməti fevral inqilabından sonra devrildikdən sonra Azərbaycan da fürsətdən yararlanaraq Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında öz müstəqilliyini əldə etmişdir. Bu müstəqillik müsəlman şərq dünyasında ilk müstəqil dövlət kimi tarixə düşmüşdür. Müstəqil və demokratik dünyəvi dövlət kimi tarixə düşmüşdür. Bütün müsəlman şərq dünyasında ilk demokratik dövlət Azərbaycanda qurulmuşdur. Məmməd Əmin Rəsulzadənin rəhbərliyi altında. Və Azərbaycanı ilk olaraq dövlət kimi tanıyan da Osmanlı imperiyası olmuşdur o zaman. Azərbaycan müstəqillik əldə etdikdən sonra çox işlər görmüş və ilk keçici prezidenti Fətəli xan Xoyski idi o vaxt. Və bu qısa müddətdə Azərbaycan öz milli ordusunu, milli pulunu, milli bayrağını və s. formalaşdırmışdır. Öncə Azərbaycanın bayrağı indiki Türkiyə bayrağının eynisi, baxın, qırmızı rəng idi. Ortada ay, amma sadəcə ulduz 8 güşəli idi. İndiki Türk bayrağı da eynidir, sadəcə ulduz 5 güşəlidir. Sonra isə Məmməd Əmin Rəsulzadənin göstərişi ilə 3 rəngli indiki Azərbaycan bayrağı, bu dalğalanan şanlı bayraq yaradıldı, təsdiq edildi və qəbul edildi. Bəli, əziz dostlar. Amma Cumhuriyyətimizin ömrü uzun sürmədi. Çünki Bolşeviklər Azərbaycanı işğal etdilər, məcburi yolla Çar imperiyasının tərkibinə qatdılar və bir də müstəqilliyimizi artıq 1990-cı ildən sonra Sovetlər imperiyasının dağılmasından sonra qazanmışıq və yenidən 3 rəngli bayrağımızı, ordumuzu və s. bərpa etmişik. Düzdür, ondan sonra da Azərbaycana ağır günlər oldu, göz verdilər, işıq vermədilər, amma sonuçta indi hər şey yoluna düşməkdədir, haqq yerini tapmaqdadır və hər şey davam edir. Mən də yavaş-yavaş bayraq meydanına tərəf yaxınlaşıram. Orada baxın, nərdivanlarla yuxarı çıxmaq olur. Deməli, bu bayraq 2024-cü ildən bu tərəfə dünyanın ən hündür bayrağıdır. Rekordlar Guinness kitabına düşüb. 2 dəfə təmir olunub. Öncə 162 metr idi. Sonra daha da böyüdərək bu bayraq dirəyi 191 metr olmuşdur. Təsəvvür edin. Bayrağın uzunluğu 70 metr, eni isə 35 metrdir. Çox böyük bir bayraqdır. Bir futbol meydançası boyda düşünün. Bu ərazilər hamısı maşın park yeridir. Bu ərazilər hamısı maşın park yeridir. Bizim dənizkənarı bulvar çox gözəldir, çox uzundur. Çox yaşıllıqdır, çox da müasir, gözəl restoran və kafelərlə doludur. Bu ərazi isə Bayıl qəsəbəsidir.
Bayraq meydanı tam olaraq Bayıl qəsəbəsinin ərazisində, qarşıda Şıxov çimərlikləri gəlir. Bəli, dünyanın ən hündür bayrağı Azərbaycanda dalğalanır. Bizim bayrağımız da bununla da qürur duyuruq. Və belə bir məlumatlar, belə bir gözəl gündə, gözəl videoda Bayraq meydanında sizinlə görüşürük. Dövlət Bayraq meydanı. Ora nərdivanlardır. Çalışacağım yuxarı çıxım. Əgər çıxa bilsəm. O tərəfdə məşhur Günaydın restoranının bir filialı var. Çox gözəl, böyük restorandır. Günaydın restoranı hər yerdə var. Türkiyənin hər yerində var. Buralar tərtəmiz, çox səliqəli, baxımlı. Hər yerdə rahat hərəkət eləmək üçün samaxatlar və s. Baxın, velosipedlərlə, hətta maşın sürməyi öyrənmək istəyənlər üçün böyük bir ərazidir bura. Çox vaxt gəlirlər, burada təlim keçirlər. Bu arada unuttum söyləməyi, 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda xanımlara, qadınlara seçmək hüququ verilib. Müstəqillik və seçmə hüququ verilib. Bu da məhz Azərbaycan Xalq Cumhuriyyətinin dövründə 1918-ci ildən sonra baş vermişdir. Bu da tarixi bir məlumatdır. Çatdırmaq istədim. Və artıq nərdivanlara çatmışam. Doğrudan da çox hündürdür. Yaxınlaşdıqca daha da hiss olunur. Bu divarlar isə demək olar ki, çay daşlarından yığılıb, üzərinə setka çəkilib. Çox gözəl görsənir. 190 metrdən hündür bayraq dirəyi. 70 metr uzunluğunda bayraq. Və gözəl Bakı mənzərəsi. Biraz qalxdıqdan sonra daha da gözəl görsənməlidir. Dövlət bayrağı meydanı yazısının önünə qalxdım. Son mərhələdir. Yuxarı çıxacağım. Hərflər çox böyükdür. Biri 1 metrdən rahat yüksəkdir. Get-gedə gözəl dəniz mənzərəsi açılır önümüzdə. Yuxarıdan baxarıq. Bəli dostlarım, əsas yuxarı çıxdım və yuxarı da dəhşət böyükdür. Hər tərəfdə baxın liftlər qoyulub, amma deyəsən çalışmır. Bu tərəfdən Bayıl qəsəbəsinə tərəf nərdivan var. Bu tərəf Bayıl qəsəbəsidir. Şıxov çimərlikləri, burada gecə klubları, restoranlar, əyləncə, bulvarın gözəl hissəsidir ora. Və Dövlət Bayraq Muzeyi burada yerləşir. Tam bayraq meydanının altında. Çox hündürdür bayraq meydanı, yəni bayraq dirəyi. Digər tərəfdə himnimiz yazılıb, bir tərəfdə gerbimiz yazılıb, gerbimiz həkk olunub divara və arada nərdivanlar var. Orada qalxmaq olar. İndi bu tərəfə baxaq. Çox gözəldir. Bura, sırf bura ilk dəfədir qalxıram. Düzünü desəm. Parkinqə qədər həmişə gəlmişəm, oradan baxmışam bayrağa, amma bura heç vaxt çıxmamışdım. İlk dəfə çıxıram. Gözəl hisslərdir. Bu tərəf isə Kristal Hall'un olduğu ərazidir. Deməli, bayraq meydanının altında bayraq muzeyidir. Bir tərəfdə Azərbaycanın xəritəsidir, bütün rayonların adı yazılmaqla. Digər tərəfdə gerbimiz və himnimiz. Bütün milli atributlar, milli dövlətimizə aid olan nə varsa, önəmli şeylər hamısı ora həkk olunub. Bayraq başımızın üstündə dalğalanır və səsi bura qədər gəlir. 70 metr uzunluğunda, 35 metr enində olan böyük bir bayraq. Bu da Azərbaycan milli gerbi. Bu bayraq uğrunda, bu ölkə uğrunda çox canlarından keçənlər olub. Bu bayraq dalğalansın deyə, ölkəmiz müstəqil olsun deyə Allah hamısına rəhmət eləsin. İndi əgər biz burada gəziriksə, belə rahat özümüzü hiss edib qürurlanırıqsa, bu
onların sayesindədir. Sağ tərəfdə isə dövlət himni buradan görsənir. Bəli əziz dostlar, bir daha Azərbaycan xalqını müstəqillik günü münasibətilə təbrik edirəm. Neçə belə bayramlara çıxaq. Bu isə gözəl Bakı mənzərəsidir. İzlədiyiniz üçün təşəkkürlər. Hamını Bakıya da dəvət edirik, Alanyaya dəvət edirik. Buyurun gəlin, həyatdan zövq alın. Sağ olun, var olun. İnşallah gələn videolarda görüşənədək.